Hər kəsə salam. Bugün dadı damağınızda qalacaq çox ləzzətli kabaçki şorbasının reseptini bölüşürəm. Keçək hazırlanmasına. 1 ədəd orta boy soğanı və 3 ədəd sarımsağı xırda-xırda doğrayaq. İki ədəd kabaçkini və ya digər adı ilə tanınan Yunan qabağını, baş hissələrini kəsib qabığını soyduqdan sonra kub-kub doğrayaq. Ardından 1 ədəd orta boy kartofu eyni qayda ilə kub-kub olmaqla doğrayaq. Tavaya duru yağ və 1 qaşıq kərə yağı əlavə edib soğanları yaxşı-yaxşı qovururuq. Soğanlar yumşalıb və rəngi dəyişəndə sarımsağı əlavə edirik. Ardıca doğradığımız kartofu və kabaçkini qazana əlavə edib 1-2 dəqiqə qovururuq. Üzərinə 1 litr su əlavə edib qapağı bağlı şəkildə qaynayana qədər gözləyək. Tərəvəzlər 5-10 dəqiqə qaynadıqdan sonra üzərinə 1 çay qaşığı duz və 1 çay qaşığı istiot əlavə edək. 1-2 dəqiqə qaynatdıqdan sonra bütün ərzaqları blenderdən yaxşıca keçirək. Üzərinə 2 qaşıq da qaymaq əlavə etdikmi, bu şorba inanılmaz ləzzətli olur. Şorbanı isti-isti servis edirik. Mütləq yoxlayın. Videomu bəyənməyi, yeni videolardan xəbərdar olmaq üçün kanalıma abunə olub zəng işarəsini aktiv etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.